Hər kəs diqqətlə qulaq assın. LG markalı paltaryanda su boşaltma proqramı yoxdur. Onu üzə çıxardacağım. Əgər sizdə LG markalı paltaryan bundansa, istəyirsiniz ki, içindəki suyu özünüz dayandırıb boşaldasınız da. Bunu da yuyub gözlüyüm qutarsın deyə eləmirsiniz. Baxın belədir. Paltaryanı yandırırsınız. Baxın acıma qoyursunuz. Acıma qoyandan sonra acıma bir dəfə basırsınız. 1 dəqiqəlik proqram üzə çıxdı. Gördünüz. Start vers. Bu su boşaltma proqramıdır. Ürəyiniz istədiyi var. Paltaryanı dayanıb suyunu boşaldıb çıxıb gedə bilərsiniz evdən. Özünüzə yaxşı baxın. Rəylərdə heç olmasa bir dənə sağ ol, çox sağ ol yazın. Çünki sizin maarifləndirəcək çox videolar çəkirəm. Takibə də alın ki, belə maarifləndirici videolardan sizin də qarşınıza çıxsın. Daha çox videolarım var, izləyə bilərsiniz. Məlumatınız olar, təmirlə də bağlı müraciətiniz olanda əlinizdə bir dənə normal ustabız olsun ki, gələcəkdə işdir, bu ömürlük deyil. Nə vaxtsa dayanacaq. Dayananda deyəsən ki, mənim bir dənə ustam var, tanıyıram. 15 il təcrübəsi var, düzəldə bilməyən paltaryan yoxdur. Nə olsa düzəldəcək. Zəng edirsiniz, gəlirəm, həll edirəm, verirəm özünüzə. Yaxşı baxın, sağ olun.